Deyir, ey Adəm övladı, mənim təqdirim sənin tədbirivə baxır, hərdən gülür. Mənim təqdirim sənin qurduğun plana, proqrama, tədbirə baxıb hərdən gülür. Yəni bu olmayacaq. Mən bunu oxuyanda yadıma bir söz düşdü, məşhur söz deyir. Sən saydığı say, gör fələyini sayır. Bedimlən cümlə bizləyir yerdən. Rəbbin əli var bu aləmin üzərində. Allah yeni bir dənə görsən sənə bir proqram tərtib edir və təqdim edir. Yəni kimisə əli ilə, kimləsə məşvərət eləməklə. Ya özü lütf edir, ilham edir sənə. Hədisi var, hədisini deyəcəm sizə. Baxın, deyir, Allah bir nəfərə xeyir nazil eləmək istəsə, xeyir, bərəkət, neyniyər? Bir, ona orta həddi tutmağı nəsib eləyər, orta hədd. Orta həddi tutmaq lazımdır. Yaşayanda insan gələ orta həddi tutsun. Bəzi oğlar ya belə gedir, ya belə tuta bilmirik. Evdə, çöldə, bayırda. Mən dostlardan biri yəqin mənə qulaq asar. Deməmişdim, o danışacağam. Deyirəm, yəqin qulaq asar, amma çıxıb bir dənə dostumuz vardı. O dost olduğumuz günlərdə biraz gördüm, belə deyək də, ailə ilə bağlı ona izahlar verdim, hədis dedim, gələ evə gedəsən, evdə oturasan, ev əhlinə də vaxt ayırasan. Bu sözləri ona dedim, biraz çox get-gəlləmirdi. Az evə gedərdi, az vaxt ayırardı. Bir müddət sonra bir zəngləşirdik, dostluğumuz da yarandı. Yaxşı da qardaşımdır mənim. Deməli, haçan yığıram evdədir. Haçan yığıram evdədir. 1, 2, 3 də dözdüm, söz demədim. Özü danışana deyir, sən demirsən, budur. Mənə də boynuma yıxırlar da hər şeyi. Axırı dedim, gəl sənə bir dənə söz deyim bir dəfə yığana. Dedim, hə, buyur eşidirəm sən. Dedim ki, bir nəfər çıxır damın üstünə, uşaq. Ana da görür, uşaq damın üstündədir. Deyib, görür, yıxılacaq da, qabaqdadır, damda biraz qabaqdadır. Deyib, bala get dala. Uşaq gedir. Deyib, bala get dala. Bala get dala. O qədər deyir, get dala, gedir o tərəfdən yıxılır. Dedim, başa düşdün yəqin ki, mən sənə dedim, get dala, get dala. Bu qədər yox, da bu qədər yıxılma da. Biraz güldük, zarafat elədik. Da bu qədər deyil, orta hədd. Biraz get, da o tərəfdən gəlib yıxılma da. Gərək insan həyatda o orta həddi qoruya bilər. Hər sahədə. Loğmanın övladına sözü deyir, vaqsid fi məşşikə. Çalış, orta həddi tut. Ayədir bu Loğman surəsində, orta həddi tut. Yaxşı. İndi o evlənənlər yəqin qulaq asdılar. İnşallah orta həddi tutarlar. Yaxşı. Deyir ki, Allah bir nəfərə xeyir nazil eləmək istəsə neyər? Orta həddi tutmağı ona nəsib eləyər. Bir də gözəl bir plan, proqram ona ilham eləyər. Hədisə baxın, nə gözəl hədisdir. Yəni sən qurdun, quraşdırdın, Allah yenisini təqdim elədi. Amma sən o səy eləməsəydin, Allah yenisini də verməzdi ya. Allahın qurduğu planlardı, işlərdi. Ona görə çalışan insan bilsin. Bilsin ki, Allahın lütfu var, mərhəməti var. Bu aləmin yiyəsi var. Tədbir, plan və proqram çox mühümdür. Olduqca çox mühümdür. Olduqca çox mühümdür. Amma ilahi təqdirlər də ki, 100% əmin olun ki, ilahi təqdirlər olur bəzi vaxtlar. Değişir istəyin. Musa Peyğəmbər hələ Peyğəmbər deyildi də, hələ Peyğəmbər deyildi. Elə oldu ki, məsələn, söhbətin üstü açıldı. Musanı öldürmək istəyir, Musaya Allahdan daha, belə deyək, daha doğrusu, da çıxmalı oldu da, o Firon qaldığı yerdən, Misirdən. Üst tutub gedir, quru yerləri keçir, çətinliklər, zəhmətlər. O da Musanın başına gələn bu bəla da onun ətrafında olanlardan idi. O da bir mövzudur. Adam bəzi vaxtlar o bəlaya salan ətrafıdır yanındakidir. Nəsə keçir oradan. Gəldi, gördü bir yerdə cəmaat yığışıb, bir quyudur, su çıxardırlar. Gördü bir dənə, 2 dənə də xanım dayanıb, onlar da su istəyirlər, çıxartsınlar. Musa Peyğəmbər deyir, gəldi, yaxınlaşdı, gördü 2 dənə xanımdır, onlara yaxşılıq elədi, Allaha xatir. Allaha xatir bir yaxşılıq elədi. Dedi, verin, mən suyu çıxardım su üçün. Onlar da bir verdilər. Bu suyu çıxartdı. Suyu çıxardandan sonra verdi onlara.
Fəsəqa ləhumə summa təvəllə ilə zill. Ayədir bu. Çəkildi bir kölgəyə oturdu. Yaxşılıq eləyəndən sonra. Sonra fəqalə Rabbi, mənim Rəbbim, inni limə ənzəltə iləyyə min xeyrin fəqir. Ay mənim Rəbbim, nə verdimirəm? Amma özün nəsə verirsənsə ver. Nə verəcəksən də özün yaxşı bilirsən. Yəni belə danışdı, Allahla razı niyaz elədi. Mən hərdən deyirəm dostlara, hərdən o Allahla danışdı. Qədir gecəsində görsən, xüsusi yazır, bunu istəyəcəm, bunu istəyəcəm, bunu istəyəcəm. Bir dənə də oraya əlavə eləyin. İlahi, nə verirsən, ver, mənim ehtiyacım olan nədirsə onu ver. Bilmirəm nədir, özün bilərsən. Elə öz-özünə danışırdı, Allahla danışırdı, elə Peyğəmbər deyildi. Bu iki xanım getdi, sən də bu iki xanım kim imiş? Şueybin qızlarıymış. Şueyb də Peyğəmbər idi onda. Gəlirlə ata bir nəfər bizə yaxşılıq elədi. Aldı bir dənə suya çıxartdı, quyudan verdi, görsən nə oldu. Əməlinə də bir kiçik baxdı, gözləntisi yox. Allahla da şakiranə danışdı, gözəl danışdı. Belə məsələn, Allahı da borclu bilmədi Allah öz huzurunda, öz yanında. Onlar da qayıtdı, gəldi, qayıdıb gələndən sonra dedilər ki, xanımlardan biri gəldi, yaxınlaşdı. Qalət inni, innə əbi yəd'uk. Atam səni çağırır. Liyəcziyəkə. Nəsə sənə mükafat vermir, istəyir. Əcrə mə səqaytə lənə. Sən ki, yaxşılıq elədin, bu işi gördün, atamın sənə bir mükafatı var. Mükafat da yaxşı oldu. Onu götürdü tələbəçiliyinə. Bir 10 ilə yaxın qaldı Şueybin yanında. Üstəgəl də qızı da onu ilə ailə qurdu da. O istədiyim verdi deyir Allah mənə. Get Peyğəmbərin qızı ilə ailə qur. Bir axırda Əmər getdi səni kimə qovuşturdu? Şueybə çatdırdı. Çünki Musanın proqramında o yox idi Şueyblə görüş. Amma səy var idi, çalışma var idi. Allah da oradan bir dənə nə çıxartdı? Şueybi çıxartdı. Şueyblə görüşdü və Musanın Şueyblə görüşü, Şueybdən aldığı o dərs və s. yeni bir dənə ikinci mərhələyə qədəm qoyacaq. Baxın, ilahi təqdirlər var həyatda, bunu bilin. Bu düşüncə, mən planı qururam, tərtib edirəm, Rəbbim səndən kömək istəyirəm, ola bilsin sən daha xeyirlisini biləcəksənsə, o başqa məsələ. O başqa məsələ. Rəbbimiz daha yaxşısını deyir. Görürsən bir dənə xırda əməl insanı gətirib Allah dostuna qovuşdurur, Allah dostuna. Ona görə kiçik baxmayın. Bəzi vaxtlar bu mənada, yəni bu mənada demək istəyirəm, kiçik baxıb bir işi tərk eləməyin. O ola bilər sənin hələ həyatının başlanğıc nöqtəsi o xırda əməldir. Xırda əməldir. Düzgün plan uğur qazanmaq üçün böyük nəticədir. Böyük bir dənə vasitədir. Nizam, intizam, plan, hədəf olan yerdə nizam, intizam, plan hədəflərlə nailiyyətlər arasında bir körpüdür. Əgər proqram oldu, bilin ki, o körpüdür ki, uğur qazanacaqsınız. Gərək insan səhər qalxanda bilsin ki, neyniyəcək. Adam var, səhər durur, neyniyək Allah, bugün necə öldürək? Gün ona nə təqdim edir, onu edir. Yəni, proqramı yoxdur da, proqramını ona kimlərsə tərtib edir gün ərzində. Pərakəndə insanlar. Pərakəndə insanlar. Sən gəlib proqramın olsun. Gündəlik proqramın olmalıdır. Əl-mümin məşğulun vəqtuhu. Hədisdə var, imanlı insanın vaxtı həmişə məşğuldur, bekar deyir. Harada bekar insan görürsə, bilin ki, böyük hədəfi yoxdur, proqramsız yaşayır. Deyirəm, bekarçılıq deyə. Bir öndə söz xatirinə deyək. Nə var, nə? Əlsə bekarçılıq. Bir var, yenə deyirəm, söz xatirinə deyirik, keçdik. Bir də var, bunun həyatı bekarçılıqdır. Bunun bir hədəfi də yoxdur, proqramı da yoxdur. Bu yaşayır da, nəfəs alır. Nəfəs alır. Həyif, həqiqətən həyif. Görün, Əmirül-Müminin nə deyir? Mən dedim, sizə hər gün qalxdınız, planınız olsun. Deyir, vəmzi li kulli yevmin əmələhu. Hər günün bir əməli var, onu icra elə. Fə innə li kulli yevmin mə fihi. O günün öz işi var, sabahki başqadır. Hər gün işi var. Bekarsansa heç nə. Ayətullah Burucerdinin qapısını döydü, bir dənə mühüm bir alimlərdən biri. Gəldi, qapısını döydü.
yanında olan xidmətçilərdən biri yaxınlaşdı ki, bir nəfər gəlib səndən görüşmək. Dedi, bu vaxt mənim mütaliə vaxtımdır. Düyün yox. Vaxt yoxdur. Sonra görüşərəm. Gəldi də ki, ustad deyir ki, görüşə bilmər. Düz çıxdı getdi. O da çıxdı getdi. Deyir, bu yaxşıdır, bax. İndi izah verəcəm. Sonra deyir, Aytullah Burcu mütaliəsini qutardı, gəldi dərsini, dedi, ona deyin görüşmək istəyirəm, dedi, daha getdi o. Sonradan o bir nəfər getdi, onu ilə görüşdü. O adamı da bəzi adamlar başladılar ki, görüşəndə özün məsələn qoyub dağ başına. Belə adamlar olur axı. Təkəbbürlük eləyir da, sənə də vaxt ayırmır. Belə həyatda belə sözlər eşitəcəksiniz, çox üzülməyin. Həqiqətən deyirəm, çox üzülməyin. Bu qədər ürəyinizə belə şeylər salmayın. Həyatınızı yaşayın. Hər adamın bir dənə fikri səni yolundan saxlasın, heç yana gəlib çatmayacaqsan. Səbirli, təmkinli ol, bismillah, ged yolu. Yaxşı. Biganə olmayan insanlara izah verə bilirsənsə, izahı da ver, başa da sal da, məsələn, da izah verəndən sonra da görsən, öz fikrində qalıb, Allah canı sağ eləsin. İşiniz yoxdur. Narahat olmayın. Deyir, ondan sonra bir adam görüşdü, ona dedilər ki, bəs birdən elə bilərsən, ustad, bu müştəhid sənə qarşı ehtiramsızlıq eləyib. Dedi, vallahi elə deyil. Daha da çox sevindim onu görəndə elə. Sevindim ki, belə bir alimimiz var. Proqramla, tərtiblə yaşayır. Bir nümunədir. Nə gözəl. Vaxtı var da. Bu da alimin baxışı. Əhsən bu alimədir. Vallahi. Ona görə bir nəfərlə də görüşmək istəyəndə, məsələn, evin tanıyırsan, yerin tanıyırsan, dur gəl səndən görüşmək. Yox, birinci qabaqcına xəbər göndərərlər. Onun vaxtı varsa görüş təyin edəcək. Yoxdursa da yoxdur. Hətta bu ayədir. Ayədir Quranda buyurur: "Ya eyyuhellezina amanu la tadkhulu buyutan nabi illa an yuzana lakum." Peyğəmbər evinə gəlirsiniz, birinci izin alın əvvəldən. İzin alın. Vaxt istəyin. Vaxt olsa gəlin. Yoxdur da gəlməyin də. Yoxdur, vaxt gəlməyin. Bəli, insan əgər planla, proqramla yaşasa, pərakəndə yaşamaz. Pərakəndə yaşamaz. Hədisə baxın, mən əvməə ilə mütəfavit. Əgər bir insan gün ərzində müxtəlif işlər görür, pərakəndə, sistematik yox, işləri biri digərini, belə deyək də, tamamlamır, bizim işlərimiz tamamlamalıdır biri digərini. Biri digərini tamamlamalıdır. Elə bir rəsm əsəri çəkirsən, tutaq ki, bir mənzərə çəkirsən, düzdür, orada bugün torpağını çəkirsən, sabah dağını çəkirsən, bir suyun bulaq çəkirsən, yanında sabah suyunu çəkirsən, ağacları çəkirsən, o bir suyun güllər. Tamamlayır, axırda qəşəng bir dənə əsərdir. Bir də var, nə çəkirsən? Nə bilim, çəkirəm də. Bəzi insana həyatı budur. Vurub aləm bir-birlə. Şəkilə baxırsan, bu nədir sən Allah? Burada nə ideya var, nə təfəkkür var, nə fikir var, nə ötürüb bu? Qarışıqdır da. Həyatı qarışıqdır, şəkildə o cür. Misaldır, misal. Məsum buyurur, mən əvmə ilə mütəfavit həzələthul hiyəl. Əgər gün ərzində hələ hey müxtəlif pərakəndə işlər görsən, bir yerə yetişməyəcəksən. Bir yerə yetişməyəcəksən. Və nəticə fürsətləri neyəcəksən? Fürsətləri də hədər eləyəcəksən. Fürsətləri düzgün dəyərləndirməyəcəksən. Əşəddul qusəsi fəutul furəsi. Ən böyük qüssə də fürsətləri fota verməkdir. Adam bir fürsət üst tuta, fürsətdən yararlanmaya. Ən böyük qəmlərdən və qüssələrdən biridir. Adam özünə bağışlamaq istəmir. Kaş o fürsəti dəyərləndirəydi. Kaş. Düzgün plan və hesablama, düzgün plan olanda insan hesablaya da bilir özünü. Nə qədər qabağa getmişəm, yox qabağa getməmişəm. İnsan proqram olanda, plan olanda, hədəf olanda hesablaya bilir gün ərzində. Nə qədər getdim, nə qədər qalıb. Bu həyatı insanı bərəkətləndirir. Baxırsan görürsən, dünənin bugündən yaxşıdırmı, bugünün dünənindən yaxşıdırmı? Hədəfə nə qədər yaxınlaşmısan? Çalışın, hədəfiniz böyük olsun, kiçik addımlarla da olsa gedin amma. Hədəf amma böyük olsun, kiçik olmasın. İnsanın düzgün planı olsa, gözəl planı olsa, minimum sərmayədən də istifadə eləyər. Hədisdə var, düzgün plan qurma,
minimum sərmayəni çoxaldar, inkişaf etdirər. Yanlış tədbir tökmək çox sərmayəni belə tələf edər. Böyük sərmayələrin var. Yanlış planlarınla, proqramlarınla məhv edərsən. Xırda sərmayən var. Düzgün nizam qursun, iş qursun, zamanı düzgün dəyərləndirə bilsin, anlaya bilsən, kiçik sərmayə ilə böyük işlər görə bilərsən. Hədis budur. Planla, tərtiblə, tədbirlə böyük işlər qura bilərsən. Ona görə dəyərli qardaşlarım və bacılarım, insan həyatını bərəkətləndirən amillərdən biri bu cümə. Nə bölüşdüm sizinlə? Plan, proqram, nizam, intizam, hədəf. Çünki plan içində hədəf var. Bu çox mühümdür. 100% belə yaşasınız, bilin ki, nəticə görəcəksiniz. Nəticəni sən birdən-birə görməyəcəksən, amma qıraq baxıb görəcək onu. Sən çünki hər gün insan necə amban dəyişir, siması hiss eləmir. Görsən, bir 5 ildən sonra biri görəndə onu deyir, ay kişi qoca almısan ha, ürək-dirək verir də. Bu da belədir. İnsan bəzi vaxt özü görmür, amma 100% qabağa gedir. Bir müddət özünü də görəcəksən artıq. Sən udmusan, qazanmısan. Allah gözəl yaşamağı bizə nəsib eləsin. Allah bərəkətli yaşamağı bizə nəsib eləsin. Allahumma inna nəs'aluke və nəd'uk bismikəl əzizil ə'əzəm əl-əcəllil əkrəm. Allah sənə verəm izzət və cəlalı və kərəmi və rəhmət və məhəbbət və bu əllər ki, sən dərgahava qaldırmışıq. İlk duamız İmam-ı Zamanımızın zuhurun təcil elə.